Bugün Azərbaycan xalqının ümumi lideri Ulu Öndər Heydər Əliyevin anım günüdür. 2003-cü il dekabrın 12-sində gözlərini əbədi yuman Heydər Əliyevin adı Azərbaycanın tarixi və taleyi qırılmaz tillərlə bağlıdır. Hakimiyyətdə olduğu illər ərzində xalqın ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu Öndərin uzaq görən siyasəti, müdrik qərarları nəticəsində olub. Heydər Əlirzaoğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. Güneş doğur elə bir parla çəkilir adım. 1941-ci ildən Heydər Əliyev Naxçıvan Muxtar